Salam, əziz xərçənglər. 10-16 avqust həftəsində ulduzların sizin üçün nələr hazırladığına gəlin birlikdə baxaq. Həftəyə qədəm qoyarkən sanki içinizdəki o dərin, sirli və həssas okeanın suları bir qədər dalğalanmağa başlayır. Siz zodiakin ən duyğulu, ən mərhəmətli və ailəsinə, sevdiklərinə ən çox bağlı olan bürcüsünüz. Sizin üçün həyat sadəcə məntiqdən və quru qərarlardan ibarət deyil, siz hər şeyi, amma hər şeyi ilk növbədə ürəyinizin süzgəcindən keçirirsiniz. Kimsə sizə soyuq davrananda ya da gözlədiyiniz o isti münasibəti görməyəndə dərhal özünüzü o təhlükəsiz, qalın qabığınıza çəkmək istəyirsiniz. Bilirəm, bu sizin özünüzü qoruma mexanizminizdir. Dünyanın o səs-küylü, bəzən də mərhəmətsiz reallığı sizi yoranda, tək sığınacağınız yer öz daxili dünyanız və eviniz olur. Amma bu avqust günlərində yayın o isti nəfəsini üzərinizdə hiss etdiyiniz bir vaxtda ulduzlar sizdən o qabıqdan bir qədər kənara çıxmağı, günəşə doğru boylanmağı tələb edir. Keçmişə, xatirələrə nə qədər bağlı olduğunuzu hamımız bilirik. Bəzən illər əvvəl baş vermiş kiçik bir hadisə, kiminsə dediyi acı bir söz ya da yarımçıq qalmış bir hekayə qəfildən ağlınıza gəlir və bütün gününüzün əhvalını korlayır. Bu həftə ilk növbədə o köhnə yüklərdən qurtulmaqla işə başlamalısınız. Keçmiş sadəcə bir dərsdir, içində yaşamaq üçün bir ev deyil. İndi və burada olmağı öyrənmək, gələcəyə daha ümidlə baxmaq üçün əla bir fürsətiniz var. Bazar ertəsi və çərşənbə axşamı günlərində bəzi emosional dalğalanmalar, səbəbsiz yorğunluq və ya iç sıxıntısı yaşaya bilərsiniz. Belə anlarda özünüzü çox da sıxmayın, sadəcə hisslərinizi yaşamağa icazə verin. Ağlamaq istəyirsinizsə ağlayın, bu sizin zəifliyiniz yox, əksinə ruhunuzu təmizləmək üsulunuzdur. İş və karyera həyatınıza nəzər saldıqda, bu həftə sizi xeyli hərəkətli və bəzən də bir qədər sınaqlarla dolu günlərin gözlədiyini demək olar. Siz iş yerinizə də sadəcə pul qazanmaq üçün bir məkan kimi baxmırsınız, oradakı insanlarla bağ qurmaq, bir ailə, bir komanda olmaq istəyirsiniz. Ancaq bu həftə iş mühitində kimsə sizin o yaxşı niyyətinizdən sui-istifadə etməyə çalışa bilər. Bəlkə hansısa həmkarlarınız öz məsuliyyətsizliyini ört-basdır etmək üçün işləri sizin üzərinizə atacaq, bəlkə də rəhbərlik əməyinizi tam olaraq qiymətləndirməyəcək. Belə məqamlarda eybi yoxdur, mən edərəm, təki söz söhbət olmasın deyib geri çəkilmək sizin ən böyük səhviniz olar. Siz fədakarsınız, amma hər şeyin bir həddi var. Bu günlərdə haqqınızı tələb etməyi, yox deməyi və sərhədlərinizi cızmağı bacarmalısınız. Qorxmayın, haqqınızı tələb etmək sizi pis insan etməz, əksinə başqalarının sizə qarşı daha hörmətlə yanaşmasını təmin edər. Əgər uzun müddətdir üzərində çalışdığınız bir layihə varsa və ya iş dəyişdirmək, yeni bir fəaliyyət sahəsinə addım atmaq istəyirsinizsə, həftənin ortaları, xüsusən çərşənbə və cümə axşamı günləri yeni addımlar atmaq üçün çox düşərlidir. Bəlkə də ağlınıza heç gəlməyən bir yerdən, keçmişdə birlikdə çalışdığınız bir insandan maraqlı bir iş təklifi ala bilərsiniz. Bütün imkanları dəyərləndirin, dərhal rədd etməyin. Ulduzlar bu ərəfədə sizin intuisiyanızı həmişəkindən daha iti edib. Hansı qərarın sizin üçün xeyirli olacağını sadəcə ürəyinizin səsinə qulaq asaraq tapa bilərsiniz. Maliyyə mövzularına gəldikdə, evinizə, yuvanıza olan o böyük sevginiz büdcənizə biraz təsir edə bilər. Siz pulu daha çox sevdiklərinizi sevindirmək, evinizdə rahatlıq yaratmaq, isti bir mühit qurmaq üçün xərcləməyi sevirsiniz. Bu həftə gözünüzə ev üçün çox bəyəndiyiniz, bəlkə də çoxdandır arzusunda olduğunuz bəzi əşyalar dəyə bilər. Alış-veriş etmək, evdə kiçik dəyişikliklər, bəlkə kiçik bir təmir işləri görmək istəyəcəksiniz. Bunlar ruhunuza çox yaxşı təsir edəcək, amma yenə də büdcəni tamamilə boşaltmamağa diqqət edin. Çünki həftənin sonlarına doğru qəfil yaranan, kiçik də olsa bəzi məişət xərcləri qapınızı döyə bilər. Pulunuzu düzgün idarə etmək, xüsusən də qara gün üçün deyib kənara qoyduğunuz o kiçik ehtiyatlara toxunmamaq gələcək günlərinizdə sizə rahatlıq verəcək. Bir də bu günlərdə kimsə sizdən borc istəyərsə, dərhal ürəyi yumşaqlıq edib cibinizdəki son qəpiyi belə o insana verməyə tələsməyin. Vəziyyəti real qiymətləndirin və ancaq həqiqətən ehtiyacınız olmayacaq qədər bir məbləğlə kömək etməyə çalışın. Sevgi və şəxsi münasibətlər, bu sizin həyatınızın ən həssas və ən çox diqqət mərkəzində olan mövzusudur. Əgər həyatınızda daimi bir insan, sevdiyiniz biri varsa, bu həftə onunla münasibətlərinizdə dərin bir yaxınlaşma, bir növ ruhi bütünləşmə hiss edəcəksiniz.
Siz sevəndə qarşınızdakı insanı sanki bütün dünyadan qorumaq, onu öz şəfqətinizlə sarıb sarmalamaq istəyirsiniz. O qədər ana, o qədər qoruyucu bir enerjiniz var ki, bəzən bu, qarşı tərəf üçün biraz boğucu ola bilir. Bu həftə münasibətinizdə balansı qorumağa çalışın. Ona sadəcə sevgili, həyat yoldaşı olduğunuzu xatırladın, onun hər problemini həll etməyə çalışan bir qoruyucu mələk rolundan biraz uzaqlaşın. İmkan verin ki, biraz da o sizin nazınızla oynasın, o sizin qeydinizə qalsın. Çünki sizin də sevgi görməyə, qorunmağa, kiçik jestlərlə əzizlənməyə ehtiyacınız var. Həftə içi edəcəyiniz sakit, baş-başa bir şam yeməyi ya da sadəcə qol-qola girib edəcəyiniz qısa bir axşam gəzintisi aranızdakı o unudulmaz bağı yenidən canlandıracaq. Dildə deyilməyən, içinizdə qalan hansısa narahatlıqlarınız varsa, tənqid etmədən, küsmədən səmimiyyətlə paylaşın. Subay xərçənglər üçün isə bu həftənin enerjiləri olduqca isti və romantikdir. Siz qısa müddətli, mənasız macəraların adamı deyilsiniz, siz ruhunuzu anlayacaq, sizə yuva hissiyatı verəcək, güvənə biləcəyiniz bir həyat yoldaşı axtarışındasınız. Və bəlkə də tam gözləmədiyiniz bir anda, bəlkə çox köhnə, illərdir tanıdığınız dost çevrəsindən ya da ailə məclislərindən birində kimsə qəfildən diqqətinizi çəkəcək. Bəzən sevgi çox uzaqlarda deyil, düz gözümüzün önündə bizi ən yaxşı anlayan insanların içində gizlənir. Tələsmədən o insanın sizə verdiyi o təhlükəsizlik hissinin dadını çıxararaq münasibətin inkişaf etməsinə icazə verin. Güvən probleminizi bir anlıq da olsa kənara qoyun və həyatın sizə təqdim etdiyi bu gözəl sürprizə qollarınızı açın. Dostlar və sosial çevrənizlə əlaqələrinizdə bu həftə diqqətli olmanız gerəkən bəzi xırda nüanslar var. Siz dostlarınızın dərdağası, ən yaxşı dinləyicisisiniz. Hər kəs problemi olanda gəlib sizin ocağınızın başında qızınmaq istəyir. Amma bu həftə insanların o bitməyən şikayətləri, negativ enerjiləri sizi həddindən artıq yora bilər. Öz enerjinizi başqalarının dərdlərini sağaltmağa o qədər xərcləyə bilərsiniz ki, günün sonunda özünüzə aid heç nəyiniz qalmaz. Mən səni dinləyirəm, amma indi mənim də biraz tək qalmağa, özümü toparlamağa ehtiyacım var cümləsini qurmaqdan çəkinməyin. Dostluq həm də sərhədlərə hörmət etmək deməkdir. Kiminsə problemi sizin həyatınızın mərkəzinə çevrilməməlidir. Həftə sonuna yaxın dostlarla edəcəyiniz sakit bir görüş, səs-küylü məkanlardan uzaq, sadəcə çay içib dərindən söhbət edə biləcəyiniz bir mühit sizə dərman kimi gələcək. Sağlamlığınıza və daxili hüzurunuza xüsusi vaxt ayırmalı olduğunuz günlərdən keçirsiniz. Xərçəng bürcünün zodiakda idarə etdiyi bölgə mədə və həzm sistemidir. Siz duyğularınızı, stresinizi və narahatlıqlarınızı çox vaxt mədənizdə hiss edirsiniz. Əsəbləşəndə, kədərlənəndə ilk reaksiya verən orqanınız məhz mədəniz olur. Ona görə də bu həftə həm qidalanmanıza, həm də sinir sisteminizə 2 qat diqqət yetirməlisiniz. Sizi sıxan, stresə salan mühitlərdən, insanlardan heç olmasa bir müddətlik uzaq durun. Ağır yağlı yeməklərdən, qazlı içkilərdən, xüsusən də gecə yarı yeyilən o xırda atışdırmalardan uzaq qaçın. Bədəninizin su balansı bu ərəfədə çox önəmlidir. Bol-bol su içməyi vərdiş halına gətirin. Suyun təmizləyici, sakitləşdirici enerjisi sizə çox yaxşı təsir edəcək. Hətta imkanınız varsa dəniz kənarına getmək, suyun səsini dinləmək ya da sadəcə evdə uzun müddət ilıq duş qəbul etmək bədəninizdəki o negativ enerjini yuyub aparacaq. Yuxu rejiminiz bəzən keçmiş xatirələrin ya da gələcək qayğılarının qurbanı olur. Gecələr yastığa baş qoyanda bütün günü beyninizdə yenidən yaşamaqdan, kaş ki bunu belə edərdim, kaş ki ona o sözü deyərdim deyə özünüzü yeməkdən əl çəkin. Beyninizi sakitləşdirmək üçün yatmazdan əvvəl rəqəmsal cihazlardan uzaq durun. Bir vərəq və qələm götürüb sizi narahat edən hər şeyi kağıza tökmək, duyğularınızı yazaraq boşaltmaq sizin üçün ən yaxşı terapiya ola bilər. Evinizdə sakitləşdirici tütsülər yandırmaq, bitki çayları içmək həm də daxili hüzurunuzu bərpa edəcək. Həftənin ümumi mənzərəsinə baxanda görürük ki, bu 7 gün sizi həm dərin duyğularla, həm də bəzi vacib fərqindəliklərlə sınağa çəkəcək. Siz həmişə başqalarını qorumağa çalışırsınız, lakin kainat bu həftə sizə özünü qoru, özünü sev mesajını verir. Ətrafınızda baş verən hər kiçik detalı ürəyinizə salmaq, hər kəsin kədərini boynunuza götürmək məcburiyyətində deyilsiniz. Sizin dəyəriniz etdiyiniz fədakarlıqlarla ölçülmür, siz sadəcə var olduğunuz üçün, o gözəl, mərhəmətli və təmiz qəlbiniz üçün sevilməyə layiqsiniz.
Öz içinizdəki o balaca, qayğıya ehtiyacı olan uşağa şəfqət göstərin. Həftə sonu özünüzə xüsusi bir zaman ayırın. Bəlkə də uzun müddətdir təxirə saldığınız bir hobbinizə qayıdacaqsınız, bəlkə də sadəcə pəncərənin qarşısında oturub, əlinizdə bir fincan çayla göy üzünü seyr edəcəksiniz. Nə edirsinizsə edin, içərinizdəki o səssizliyi və dincliyi qorumağa çalışın. Siz güclüsünüz, həm də düşündüyünüzdən daha çox güclüsünüz. Fırtınalar sizin sahillərinizə nə qədər sərt çırpılsa da, içinizdəki o dərin və ucu bucağı görünməyən okeanın sükunətini heç nə poza bilməz. Özünüzə inanın, dəyərinizi bilin və qoyun sevgi həmişə bələdçiniz olsun. Bu həftəlik bu qədər. Həyat həmişə üzünüzə gülsün.